yanında yatmağı qismət eləyərdi. Allah Rəsulunu qoruyub dünyada da. Hətta öləndən sonra da Rəsulunu qoruyub. Rəsulun nə qədər qəbrinə girmək istəyən olub, gəlib çata bilməyiblər. Onu danışarıq o məşhur sərkərələrdən necə onun ətrafını qurşunlayıb. Münafiqlər girmək istəyiblər, qəbri qazısınlar, yaxınlaşsınlar. Yuxuda görür, böyük sərkərdə olur, Zənki gəlir. Nuruddin Zənki. Yuxuda görür, Rasulullah deyir ki, yuxuda görür ki, ey Zənki, gəl mənə yardım elə. Yuxunu oyanır, dəşdə gəlir. Gəlir Mədinəyə paylayır, sədəqə, onu danışacağım daha gecir. Deyir ki, nəsə var burada. Görür hamısı elm tələbəsi Mədinənin ətrafında. Deyir, 2 nəfər gəlməyib. Deyir, çağırın onu. Çağıranda deyir, siz niyə götürmədiniz? Mən qızıl paylı. Deyir, bizim ehtiyacımız yoxdur. Deyir, axtarın bunu. Axtarlar, evlərindən quyu tapırlar. Quyunu qazısınlar, Peyğəmbərimizin qəbrini çıxarsınlar. Artıq deyir, əli görsənməyə az qalmışdı. Neyini? Oranı doldurur, qurşunladır ətrafını indiyə qədər. Heç kimsə yaxın gəlmir. Allah onun Rəsulunu qoruyub öləndən sonra da pis insan olsa yanında dəfn eləməyə icazə verərdi. Ona görə də istəməsələrdi yanından keçəndə Əssəlamu aleyküm ya Rasulullah, Əbu Bəkir. Salam verməsə də önündən keçməz. Bunuz yerə sürütürsə də önündən keçməz. Baxın bir şey də qeyd edeyim qısa olaraq. Bugün görürsən ki, bəzi elmi xəyanət olanlar rivayət yayırlar, əstəğfurullah. Bu rivayət əhl-i şiə olsun, əhl-i sünnə olsun, bu uydurmadır. Güya Ömər bin Xattab Fatimə anamızın qabırğasını qırdı, evini yandırdı. Çünki Ömər bin Xattaba qarşı olan nifrətlərinin qarşısında nifrət yaymaq üçün bir şey tapa bilmirlər. İslama xidmət edib, hər yeri İslamı yayıb, milyonlarla İslama girib, dünyanın yarısını fəth edib. Nə tapacaqlar? Yoxdur. Uydurma ki, nifrət yarasınlar deyə o bəzi məcusilər güya nə edib? Ömər bin Xattab onun qabırğasını qırıb və vurub, uşağı düşüb, subhanallah, evini yandırıb. Yaxşı, Əli ibn Əbi Talib haradaydı? Bir insan ailəsini qorumurdu. Əslində Əli ibn Əbi Talibə dil uzatmaqdı o. Əli ibn Talibin ailəsini qorumadı, Fatimə anamız qorumadı. Əli ibn Əbi Talib kafirə bir dənə qoyanda yıxılır, durmurdu ayağa. Bir də bir dənəsi şillə qoydu, ürəyə keçdi, yıxıldı. Əli nə elədi? Şillə vurdum, ələ vurmamış. Əli ibn Talib güclü adam idi. Gedəndə də küləyindən bilinirdi, deyir. Sanki Rasulullah gəzirdi, deyir. Əlləri belə böyük. Əli ibn Əbi Talib ailəsini qorumadı, subhanallah. Və sonra nədir? Uydurma rivayət. Heç bir tarix kitabında yox, amma görürsən bugünkündə bəzi elmi xəyanət edənlər nə yayırlar? Diqqətimi cəlb edər, sizlərə bildirmək istəyirəm. Özdə ki, ən çox nəyi yayırlar? Sapıqlar. Elmi xəyanət çox pis şeydir, hesab verəcək Allah Teala. Yəni gedirlər məsəl üçün, istər əhl-i şiə olsun, mötəbər, istər əhl-i sünnə kitablarına rivayəti götürürlər. Yayır ki, bax filan kitab filan səhifə. Amma kitabda nə yazılıb? Misal üçün rivayət bu günləri görəm yayıblar ki, ən mötəbər əhl-i sünnə kitablarından Əl-Min Əl-Nihəl Şəhristaninin. Orada var ki, baxın, belə yayırlar. Orada var ki, Ömər Fatimə anamızın beyət günü vurdu, uşağı düşdü, o qışqırırdı, evini yandırdı. Çox gözəl. Min Əlban Nihəl Şəhristanı, filan cilt, filan səhifə. İnsanları aldatmaq üçün. Amma nədir Şəhristanı? Baxın nə deyir. Deyir ki, bir ravi var deyir, Mu'təzili, Allahın adlarını inkar edən, adı İbrahim ibn Səyyar Nəzzamdır. O deyir, yalancıdır, rafizidir, sahabələr dil uzat, hələ üstəlik iftira da atır. Yəni görürsə, o iftira atır, o yerlərini gətirmirlər, kitabdan öyle kəsirlər, cəmaat aldatmaq üçün. Bu elmi xəyanətdir, subhanallah. Lə ilahi, belə elmi xəyanət olar. Axırı kim verin də Şəhristanın sözünə.